Təmiz qıraqları qaldır. Gördün qıraqlarını sürün. Salam Şerxan, necəsən? Nə yaxşı işdə deyirsən, xala? Qoymurlar çıxmağa. Mən qoymurlar. Nənən qoymur. Bacınızdır Sevda, bəli. Nənəciyin koymur kızım, yavrum. Nənən koymur. Okuş, nasılsın? Get canım. Mama ne olar, xiyar al, pomidor al, göyərti al, xahiş edirəm. Bir kilo qəşəng pomidor al, bir kilo xiyar al. Lütfen anneciğim. Lütfen. Başıma vurmuşdu. Oyalanda başıma vurmuşdu. Ay kız. Mama, əlini qalınca podiyezdən ehtiyatlı ola sürüşərsən. Yani qapını örsən, ona. Kızlar ekranı beğenək. Uğur, 2 litr get mənə. Yox. Vallahi ayırırsan elə, yenə kısın əlini araladın, ucuna qoydun. Toyuq nə qədəni toyuq deyib pampersdən istifadə edir. Səsiniz necə oxşur? Xan dedim axı bir dədəki bir ana doğub, qurban olum, qatqımız yoxdur. Oxşamaq normal bir şeydir də yəqin. Ay qız, bu toyuğun pampersi hara getdi? Eşidirsən, mamama deyirəm ki, aparım Sevda cildə tüşbərək çəkərək. Hə, nə yaxşı olar. Ne dedi? Getdi paraşok almağa. Bizim yaralı yerimizde de o paraşok. Ne yaxşı olar. Toyuğunca qızlar nə olar bir ekran Geydi. Nə? Əylin dalınca eləyib heç olmaya. Sumqayıta getməliydim. Qızlar da deyir taksi vur gəl. Sən söz vermişdim axı bacı bayramdan sonra səni Zavtrika rayona aparacağım. Qızlar bacıma söz vermişdim ki bayramdan sonra səni aparacağım rayona. İstədiyim bir rayonda. Amma çox uzaq olmasın da kilometrajı yolu. Yaxın olsun. Toyuğa işkəncə verdi. Hə, dərisini yemirlər axı bizdə. Mağaza toyuğun dərisini yemir. Salam qonşu. Səriyə nənə necədir? Yaxşı, çox sağ ol. Səriyə nənə çoxdan da bizə gəlmir. Gələ gətirəm o. Mən getməliydim əslində bayramlaşmağa. Mən də gedə bilmədim. Dədəmin qəbri üstünə zadına da gedə bilmədim. Yay qız. Moderator var burada. Bir çox küləklər atdı səssizə. Mən söz verib aparacaq. Rayona deyim. Sən demədim bayramdan sonra sənin səhər yeməyini aparacağım. Hə, gördüm axı elə, apardım. Ay Allah, bayramdan indi çıxmışıq. Sirkələsən 30 manatdan artıq üstündə pul yoxdur, balalarımın canı deyirəm. Rayona gedən bir normal nefo, özdə bir də qeylə bir vəziyyətdəyəm. WhatsAppda sən yazacam, şoka düşərsən. Səncə yaxşı vəziyyətin olub ki? Xəstəsən ya. Ömür boyu görmədim də bacı-bacım. Bir dəfə desin ki, yaxşı olacaq hər şey. Narahat olma. Bu sağ olun, bir də qoydum başın ağzına.
Allah. Sevdiyə gör bacıyıq. Bugün dedin ki bayramdan indi çıxmışıq. Bayramdan çıxanın vəziyyəti nə vaxt qəşəng olur? Quran and olsun. Həyat xanım, necəsiz? Yetmişdən ha, düşmərəm burada qoyub gedib o broiler toyuğu yeyirsən. Ay bacı, gələ bilmərəm, başa düşmürsən, sürə bilmərəm maşın. Gəldi ayrılıq zamanı, məni çağırır hava limanı, bitti bizim eşq romanı, bitti. Bacın 2-3 gün onunla video paylaşacağım hava limanında. Ay bacı, sənin ihlalin var. Toyuğun anasına ağlar qoydu. Niyə ürəyim, neynədim ki toyuğa? Yaqub oğlu Arvatan. Doğrudan, hə, nə bilim, bilmirəm ki. Səniyə nənə qonşusu. Hə, çox gözəl. Səniyə nənə qonşusu. Ay canım, moderatorum buradaymış ya. Ben sandım ki benim moderatorum yokmuş burada. Kızlar, eşidirsiniz sesimi? Hə, sizə gəlir səsim. Geliyor, tamam. Cücəni niyə ucuna qoydunuz? Hə, özüm ürəyim belə istədir. Nəcəb evdəsən? Mamam qoymur çıxmağa, yağış yağıb ona görə. Kızlar, ekran tıklayın da, ne olar. Mən də soyuram həmişə. Bıçaq kəsmir. Kəsirik prosto mən məzələnlə toyuqla. Geldi ayrılık zamanı, bizi çağırır havalimanı, bitti bizim aşkımız. Oh! Hey! Hey! Hürmetsizlik edirsiniz kime? Neye göre? Yəqin ki, hak etmişsiniz ki, hürmetsizlik etmişəm. Burnum zadımda qaşınmayıb, hadi.
Yəqin toyuğa. Ay can, gözəl qız, xoş gəldin, ürəyim, mənim həyatım. Ayda uşaqlara baxır, bu yağışla həyətdə necə oynayırlar. Desən, orada mənim də uşağım var, heç səhv etməmsə. Neysə, qızlar, ben sakitliyə belə qapıldım ya. Mahirə xalardadır, gedib mağazaya. Nərmin, qaynanamla baldızma elə doğraya bilərsən. Yox, ay bacı, Allah eləməsin. Hər nədilər, pisdilər, elə demə, ürəyim. O da bir anadır, o da bir bacıdır. Yağış yağır oradan. Bəli. Yağış yağır. Əcəb yağır, yaxşı yağır. Ona qurban olum. Olmaz deməklə. Hər nədir, səni incidiblər, ağrıdıblar, Allaha həvalə elə. Ondan gözəl heç nə yoxdur. Yox, mən eləmərəm ürəyim. Mən qələt eləyərəm. Allah mənim əllərimi alar əlimdən. Nə yaxşı ləvəng etmirsən. Oxan ləvəngin təzə yedi qurtardıq da. Nə düşürürsən can? Var, mənim baldızım da var, qaynanam da var. Hamısına qurban olum, hamısını Allah canını sağ eləsin. Məndən uzaq, Allaha yaxın olsunlar. Sür. Onların mənə sağ ol deyiləsi gəlinəm mən, narahat oldum, ürəyim. Çox sağ olun. Yoldaşım anı çöldə. Həyətdə ağac əkirlər. Sənin həsrətindən, sənin dərdimdən. Azday öldü ikimiz. Belə şey olar, az bu. Qeybət time. Ayda, görürsən mənə niyə yığırdı? Bacı, salamatçılıqdır. Çox sağ ol. Səndən bir xahişim var. Aha, buyurun. Buyurun canım benim. Ayda, ama bu yağışla getdim də işimə, hə. Yağış yoxdur, eşə hava var. Yəni, hə. Marketdən geçən yandı. Aha. Söyleyip kendilleri. Birazdan yanacak diye tam durdu. Kıyafet geldi birazdan oturdu. Bu, şuna. Bir mesela biri bile çörekten başka içine verildi. Bir torba. Işıklanıyor. Kalkmayın bir şey hadi oturalım. Yağış yağır. Ne var? Bu bağlamda ne? Gətir də güləkçim səlsin. Torpak yoktu. Bu, gedim həyətdən gətirim. Bu yağışta neyle? Bildim mama, deyir, torpaqla əkmək olmaz. Asıl bunu alınma torpaqla gül əkməlisən, evə qoymaqla əktirir. Alınma torpak var da ne? Bahadır ama meşruka 60 manat. Ne? Meşruka 60 Beni manat. bile bu boydama değil. Ama zaman gedib mənim obyektimdən Bu boydama değil. gətirirdi. O 60 ortada. Yox, yox, bilmirəm. Mama, nöşün gedib obyektdən gətirdim. Az İsmailiyə gedəcəm sabah öpürsücü. Dəli kimi lapatiyə zat da götürüb maşına atarım, cəmat da deyər bu qız neynir. Az yo, mən dediyim torpaq içim atdıqdan deyil, ürəyim. Sırf botanika gül evindədir. Yani aldın mı cümle? Sırf evə qoyduğumuz güllər var, onlar üçündür. Mama, cəmat gedir mənim obyektimdən gül torpaq gətirir. Sən şu alırsan. Almadan hep torpak 50 de gidişimde Bəli, evimdən, obyektimdən bir balaca kəsib fason obyektim var. Gedin orada. Ay Allah. Ay Allah. Gedin oradan gətirin. Ay Allah, ne olar kəssin.
mama, biabırçılıqdır. Millətin evin eşiyi su apardı. Hamısı ne benim yazdım. Allah haqqı mama. Qızın qardaşı evlənib, gəlin təzə cehiz gətirib, zabratda evi su basıb. Qırğındır mama, qırğın. Nerede? Kaynasın suyu düzmesini oynar. Ayşe, səni ölməyəsən. İstanbulda nə dedin mənə? Səni Bahalı hava limanından çıxartmışam. Dəhşət yağdı, bizdə dayanmır. Haradır ki sizə Aytən? Bakıda dayanıb axı. Rayonlar yaz yağışı həmişə rayonda kəskin. Ara olur, amma çox olur. Rayonda... Hə, billə. Çıxıb da oradan, çoxdan. Yağır axı hələ Bakıya, amma yağır yağış. Hə, bu da dedin yağmur ay mama. Kim dedi yağmur? Mən elə bizim dedin yağmur. Dünən Sumqayıt bulvarını su aparmışdı. Orada deyildim ama görüntülü danışdım deyirlər. Yani bunun suyunu atarsan ikinci seferiye de su tökersin. Tuz atarsın. Ağstafanı göl aparmış. Nə sel aparır bağışda? Bacı, mən oktyabrdan buraya implanta çitirmişəm ki, meyvəni bıçaqla yox, dişimlə yiyim. Kilo dişim başına ki, diş bu yumuşaq armuddan qırılacaq. Da mən niyə yaşayayım? Nerede? Bir de yapılacak bir şey var. Yediğim armut. Bu yerine Erhan'a koy koy şişirsin yani üstüne. Onun yarpağı böyüdü, yoxsa alanda eləydi. Açıyla ki dışı orada var. Dibine çubuk etsin, o içine kakar işleyecek. Açma. Hə? Yox, hə. O da onsuz da tabii hiç değil. Bu Çıxartmayam, amma qabı kəs bıçaq qayçı ilə elə qoy. ve eğlence edeceğim. Direkt keseceğim, torpak karşı koyacağım. Ana, can ana. Bana xiyal gətirdi. Ay, Qurana and olsun almadı. Almamışam, ışıqla Mağazalarda ışıq sönüb Işıqla verməyiblər. yanmış bir gedirəm. Bu nədir? Gülə baxaq, yox, nə olar ürəyim. Keçən dəfə də güllərimə baxdı, sansı yandı. Yandı hamısı. Qoymur. Yeyəndə də incimə, səliqəli yeməli. Ay, bağışda. Ay, bağışda. Canım mənim, çox sağ olun. Necəsiz? Quran haqqı yandı hamısı. Bəli, çox sağ olun. Ayda xanım, gül sevmir, nəzəri götürmür. Axırıncı dəfə aldığım 10-35 manat aldım o gülü. Birazdan içəndə baxarsınız. Qəşnükdə etmişsiniz. Bəli. Nə gülüdür? Bilmirəm ki, qızlar, adı qəribədir. Gülləri bilmək istəyirsinizsə, Google-da gülçülük yazırsınız, orada ştrip kod verirlər sizə. Daxil olursunuz, ondan gülün haqqında bütün məlumatlar çıxır. Onu mənə gülçü başa saldı. Mən də bilmirdim. Kiprik qaynağın bir nəqədi elədiniz. Təbii ki, nüşabədir mənim kiprik ustam. Bazı o kimdir? Bir de kızana geçer, kızana geldi. Hə. Hiç gösterdi. Geden kıçakında ışık öyle güzeldi. De qırmaq. Baxaram, görməmişəm. Öyle bir şeydi. Yalan deyərəm. Sən oradan bildin. Ceyda Göstərdilər TikTokda. çok da atasının bir yüreğim geldi. Ona bakalım da ben Üzeyir'e bakarım. Kimə? Üzeyir bizim Üzeyir. Elinle sen o sıfat gülmeyi zaten.
Hüseyin qalır mama. Doğrudan. Neçə yaşı var? Sevər ev alıb. Mən Sevərin ev almağını indi bilmirəm. Çoxdan bilirəm Rəyim. Sağlığına qismət. Sevər evinin içinə elə bir mebellər yığdırır ki, hamda heç Sevəri söyənlərin evi elə deyil. Mən indi bilmirəm. Sağlığına qismət çoxdan bilirəm. Çoxdan Rəyim. Yazıqdır da, əziyyət çəkir. Neynəsin? Sevər qədər olmadı. Neynəsin Ürəyim? Hə, bəs əlbəttə ki, onun oturub canlaşdığı onun öz evidir. Başının üstündə tavanının ışığı var, hava, o öz evidir onun. Allah, yox, elə deməyin, söyməyin. Niyə təhqir edirsiniz ki, Allah canını sağ eləsin. Xəstə anası var, ona kim eləsin onu Ürəyim? Kim də ona gəlib ev alan? Kim istəyər onu? Allah istəsin, onun söz yox. Yəni nə mənada? Cəmaatın 1.90 boylu qızları qala-qala Sevərə kim gedib ev alacaq ki? Çıxar, yanda bir ürəkli adam çıxar. Amma deməyin, təhqir eləməyin. Vəbşən mənim çatımda heç kimin haqqında danışmayın. Allah canını sağ eləsin, amma mən Sevərin ev almağını indi bilmirəm. Mən Sevərin ev almağını çoxdan bilirəm. Deməyin, lazım deyil. Haqqına girməyin də, yazıqdır, evi yox. Valla o da bizim elin qızı deyil, Allah hamd olsun deyirəm. Yəni, mən şəxsən özümü ən axırıncı qadın hiss edirəm ki, Sevərin dalıyca danışım. Yəni, mən Sevər hara, mən hara durum, Sevərin dalınca danışım. Yenə deyirəm, Sevəri çox istəyirəm, xətrin. Mən Sevəri Günel Ticarət Mərkəzində salıb razdivalkada əynini dəyişdirirdim. O dərəcədə. Ayağın altına stol qoyurdum ki, rahat geyinsin. Cəmaat onu lağa qoyanda, o deyirdi ki, biz onunla elə bir videolar çəkirdik ki, yarım milyon, 1 milyon baxış gəlirdi. Bir damcı bax bu buskalterinin ipi qıraqda qalırdı. Deyirdi, silin, onu məni öldürərlər. Əmim, dayım, anam məni öldürər. Valla mən onu Sabuli parfümün oğlanın qucağında görəndə şoka düşdüm. Dedim, kül mənim başıma. Mən 5 il bundan qabaq bir söz demişdim ki, yaxşı kişinin arvadı göbəyə açıq geyməz. Hələ də mənim indiyin özünə qədər o səsimlə prim yığırlar, səhvə qaldırırlar. Allah bayla mənim xəstə anamın ürəyindən su içsin. Bax, o mənim adımdan istifadə edib orada danışanlar. Amma valla Sevər oğlanın qucağından bir ay yerə düşmədi. Bir dənə adam onun haqqında bir söz demədi. Amma Sevərlə mən Soyel parfümdə video çəkəndə Firuzə var, Allah şahididir. O bizim yarım milyonluq səhifəli videonu sildirdi. Nəyə görə sildirdi? Dedi ki, mənim maykamın ipi qalıb qıraqda. Məni dedi, nəslim köküm sürüyər, məni öldürərlər, məni evdən qırağa qoymazlar, məni neyniyərlər? O videonu bizə sildirdi. Biz də sildik. Yəni normal bir şeydir, sildik. Amma gəlib Sabuli parfümün qucağında onu elə oğlan ondan belə ətir qabı kimi ondan istifadə eləməyin görəndə şok oldum mən. Dedim, ay bu o deyil. Yəni çox sağ olun qızlar. Ekran tıklayın, zəhmət olmasa. Təbii ki mənə nə? Amma lazım deyil. Dalıyca danışmayın. Nə bizə lazımdır? Heç o sözü ona deməyin. Günahdır birincisi. Allaha acıq gedər. Ev alıb əcəb edib, sağlığına qismət, xeyirli uğurlu olsun, içində gülə-gülə otursun, anası yazıqdır, anası istəyər ki, onda qızı, reklamlara da gedir, Sevər sizdən az qazanmır Ürəyim. Sevəri çağırırlar reklama, baxışı da var. Niyə Sevərin belə pis çıxmasın, adicə canlısında 2000-3000 adam olur. Hə, ona görə dəstəyi də var, sağ olsun. Amma deməyim, lazım deyil. Valla mən də Sevər haqqında bir gördüm, görəndə heç nə demədim. Sadəcə dedim ki, ebiyo neynə? Bəlkə də çörəyindən ötürü eləyir, bəlkə də pulundan ötürü eləyir. Hə, mama. Ətdir bu. Çox sağ, baxın. Hə, çəkilmişək. Nə bilim, su bişirərdim də. Çox sağ olun. Dəyməsən bir şey. Nərmin kişi qızı kimi TikTok'da dilənmədi də. Çox sağ olun. Təşəkkürlər. Sən danışdın, biz bildik. Çox sağ olun. Bilin, bəli. Burun həkimim Natiq Qarayev. Təşəkkürlər, var olun. Evi boynuna almır axı. Açıqlamasını verdi. Dedi ki, almışam. Mənə videosunu atmışdılar. Kim oynalar? Ekran tıklı. Yıxdı sürüdü. Kim Ürəyim? Çox sağ olun. Bədən həkimim Elçin Zadan. Orada hava necədir? Super. Alıb. Allah özünə qismət eləsin. Deməyin, nə olar? Heç nə deməyin. İşiniz olmasın. Valla Allah haqqı. Qızlar, gedin. Başqa adamlarla məşğul olun. Allah hamd olsun. Yəni boyunuzda deyil. Yaşınızda deyil. Yaşayışınızda deyil. Niyə danışırsınız dalıyca? Etməyin. Allah haqqı yazıqdır. Qurana hamd olsun. Əziyyət çəkib də neynəsin qızlar? Kim gətirsin ona versin? Kim eləsin? Kim alarsan Sevərə ev. Al ver də birini.
Hardan alıb evi? Mən deyə bilmərəm onu. Yaxşı edib alıb. Əlbəttə əcəb edib alıb. Bacarana can qurban ürəyim, siz də alıb. Eləyə bilərsiniz, yox. Siz Sevəri lağa qoyanda Sevər özünə ev alıb. Yaxşı da eləyib. Kimə nə? Ay qız, kimə nə? Heç dəxlisi var. Kimə nə? Sağ ol, siz də alıb. Karası istirahət edirsiniz. Maşallah, can sağ. Əlbəttə otursun. Valla, can sağlığı ilə otursun. Az elə demə. Xəstə, ay bacı, elə demə. Var nə işim? Günah deyir, Sevər gəlirdi bizim restorana, hesabı verməyib. Qaçırdı, çox ayıb olsun. Eləməz Sevər elə şey. Sevər bizlə işləyəndə abidə cüzbala ilə aparırdı. Deyirdi, yemirəm, etmə, istəmirəm. İstəmirəm. Hala istirahətə gedirsiniz. Ay bacı, əlbəttə ki, adicə Günel ticarətdə işlədi, ona qəşəng maaş verirdilər. Quran haqqı. Ay Allah. Az videoda da var. Doğrudan. Yox, görməmişəm. Haqqına gələ bilmirəm. Mən bir dənə sevərim. Mən Fərəçətin onu bilirəm ki, Soyeldə bir videonu sildirdi ki, mənim markamın ipi qalıb. Sonra o Sabuli parfümdə çəkdiyi videolardan heç dediyi söz yer bir düşmədi. Mən kimi göbək açıq deyib, göbək açıq geyinmirəm. Geyinmərəm deyəm. Bismillah, hə. Bismillah, nə işlədi ki? Niyə? 4 ay. Niyə 4 ay? Heç kimin pulun kəsməz Günel ticarət. Heç kimin. Hamının da haqqını verib artıqlaması ilə. Valla, bayramlarda, seyranlarda, özəl günlərdə, 8 Martda, Novruzda, yeni ildə hər zaman qadınların içi işçilər qarışıq tas-tas şəkər bura paxlava pişirib gətirib işçilərə verirdilər orada. Mən görmüşəm. Bir il 5 ay mən orada işləmişəm. Cəmaat Allahdır bu balaca boy. Yox, niyə Allah tutsun? Ay bacı, qurban olum. İstəmir də demək, göz var, nəzər var. Niyə? Bax, Allah haqqı deyirəm. Bax, Sevər mənim heç nəyimdir. Gördünüz? Mən Sevərdən şükür Allah qorxum da yoxdur. Sevərin mənfisini də dedim, müsbətini də dedim. Yəni bugünkü gündə Sevər o deyil ki, TikTokda canlı yayım açır, sizə hər şeyin deməlidir. Demirəm, ay bacı, qurban olaram. Demir. İstəmir, demir. Nəyinizə lazımdır? İstəmir. Ay gör siz kimlə ağızdaşırsınız, gör kimlə ayaqlaşırsınız. Eləməyin də, ata yox, qardaş yox, qohum yox, əqraba yox, bir tək anadır. O da neynəsin, deyir, gedib anam onun evində qalana qədər, vallahi deyirəm, kirayədə necə qalsın, qalmaq olmaz, kirayə o aydan bu aya keçir. İnşallah yaxşı olar. Allah sizə də qismət eləsin. Valla elə deməyin. Allah bir dənə deyin ki, Allah mənə də Sevərin evindən qismət eləsin. Hə, sənin o göbəyi gözümə soxacam. Darıxma. Sən o balı, buraya baxın bədəninin soyuqluğuna, istiliyinə. Valla mən danışmaram. Çünki mən bugünkü gündə bilmirəm kim dedi, kim bilmədi, mən də bilirdim. Amma mənim nəyimə lazım? Görmürsünüz, indiyə qədər mən yayın açım, kiminsə haqqında danışım. Sual verirsiniz, mən də danışıram. Mən indiyə qədər kiminsə nəsə eləməyini bu Azərbaycanda yaşaya-yaşaya, bir Azərbaycanlının bu günü uğruna məndə paxıllıq eləmək yoxdur. Allah hamının ürəyinə görə versin. Adama deyirlər, Sevərə evi sən almışsan, sən də yanırsan. Neyvə lazım? Yox, belə bir sənəcə, tez bir şey deyir sizi. Hə, olmaz, nə? Nədir o? Bilmirsən. Qoy birini çölə əlsin, bir əndə mənə qoy. Tamam. Çölə aparma ya. Ay bacı, demir də, qurban olub, istəmir demək, məcburdur, başıma dönərəm sən. İstəmir də demək. Desə neyniyəcəksən, boşanmısınız? Yox. Yox, istəmir də bacı. Desə, gedib Sevərin evinə hədiyyə ilə dəyəcəkdin, alacaqdın. Mən bunu götürürəm. Olmaz bacı, hə, götür. Sən istikan yoxsa şokoladlı nə bilim, adı nə idi? Stəkan. Qayıcıyım. Sadəli yoxsa... Bu kişilər pis yazana qədər evinizdə fikirlərlə məşğul. Yaxşı, tanem, sən necəsən? Mamasi. Sadə. Aha.
Qızlar, öpürəm sizi. Özünüzə yaxşı baxın. Bir dənə mənə vacib zəng gəlir. Çünki canlıda gəldi o zəng dedim gözlüyün yığıram sizi. Görürəm də kim cəbədir. Öpdüm sizi. Gəl, açıram canlı. Övladınız var, hə, əlbəttə var.